dəyərli izləyicilərim. Bugün sizlərə 2025 test topusundan üzvü birləşmə arası genetik əlaqə mövzusundakı testlərin ardını çəkirəm. Bugün 65-dən 130-a qədər sualların izahını verəcəm. İzlədikdən sonra mütləq fikrinizi bildirməyi, bəyənməyi və abunə olmağı unutmayın. Belə, başlayaq sualların izahına. 65-ci sualdan başlasaq. Bu sualda deməli bizə verilib propan, propanın üzərinə xlor gəlirik. Propan maddəmizi əvvəlcə mən sizin üçün burada yazıram. Propan maddəmiz budur. Üzərinə xlor gəldikdə bilirsiniz ki, bu işığın təsirlə baş verən prosesdir və burada sadəcə bir hidrogen xlorla əvəzlənir və nəticədə propil xlorid maddəsi alınır. Daha sonra üzərinə kalium hidroksid spirtdə məhlul gəldikdə baxın, buradan H, buradan xlor çıxacaq və nəticədə alınacaq, bura 2 qat rabitə düşəcək propen. Propen alınır nəticədə. Sonra propen üzərinə propen polimerləşdikdə isə deməli polipropen alınır. Bu şəkildə maddəmizi yazırıq. Alındı bizim polipropenimiz və polimerləşmə reaksiyamız. Uyğun variant hansı olacaq? Deməli D variantı. Növbəti 66-ya baxsaq.